İrəvanda hökumət binası qarşısında kiçik və orta sahibkarların etiraz aksiyası keçirilib. Erməni mediası xəbər verir ki, aksiya zamanı çıxış edən Kiçik və Orta Sahibkarlığın Əməkdaşlıq Assosiasiyasının rəhbəri Akop Avakyan hökumətin yalnız vergi yığımı məsələsindən fokuslandığını və real sektorla heç bir dialoq aparmadığını bildirib. Aksiyanın əsas səbəbi dövriyyə vergisinin 2 dəfə artırılması ilə bağlı qanun layihəsinin 1 iyul 2025-ci ildən qüvvəyə minməsi ilə əlaqədardır. Yeni qanuna əsasən ticarət fəaliyyəti ilə məşğul olan şirkətlər üçün vergi dərəcəsi 5%-dən 10%-ə, istehsalat sahəsində isə 3,5%-dən 7%-ə qaldırılıb. Bundan əlavə tikinti, daşınmaz əmlak, hüquq və mühasibatlıq sahəsində fəaliyyət göstərən şirkətlər də güzəştli vergi rejimindən məhrum ediləcək. Bu dəyişikliyə qarşı 2300-dən çox sahibkarın imzaladığı petisiya artıq hökumətə təqdim edilib. Avakyan qeyd edib ki, ölkənin müxtəlif bölgələrindən, o cümlədən kəskin hava şəraitində belə gümrüdən insanlar aksiya üçün paytaxta axın eləyiblər. Ən böyük problem isə dialoqun olmamağıdır. Hökumət öz dediklərini mütləq doğru olduğunu düşünür və real iqtisadi subyektlərlə heç nəyi müzakirə eləmir deyə Avakyan bildirib.